Salam. Mən Məhəmməd Rıza Qulluğunu Həkimə xanımın həyəti ulaşıram. Bugün nahara yaxın mənə zəxmdəki gəy tuladı sabah. Çıxdım eşiyə, tüsən içində elə bir dənə maşın saxlamışdı. Yala yendi deyir ki, ay qurbanısan sən. Dedim bəli. Başımdan bir zərbə oldu. Başım sındı. Fəqət şal gərdirəmini açıb doladım başımı. Ondan sonra burada qolumdan, qıçımdan. Bir dənə ağa gəldi. Ondan mücət verdi. Getdim Bimaristana. Olandan sonra da qeyti mənə deyir ki, indi çarşənbə günü gedə bilirsən. Mərağıya get. Sözüm var.